Bura dəvət eləyirəm. Sagi Bərdəli. Gəl Sagi. Xoş gördük səni qardaş. Uğurlar arzuluruq. Səni deyirlər. Hamı səni deyir. Nə məsələdirsə, sənətkarlardan tutmuş, musiqiçilərdən tutmuş, hamı səni deyir. Bayaqdandan tappa-tarap yazırlar mənə. SMS-lər ki, o belə istedadlıdır, o belə yaxşı insandır. Buyur əzizim. Yenə də hər kəs salamlayıram. Bütün iştirakçıları uğurlar arzulayıram. Bizi efir qarşısında əyləşən tamaşaçıları salamlayıram. Bəli, Allah hər bir kəsin dəstəkləyəni köməyi olsun. Mən Bərdəni təmsil edirəm. Bərdəmizi, gözəl Bərdəmizi. Bərdəmi təmsil edirəm. Həmişə Bərdəməm arxamdadır. Həmişə şənliklərində olam. Allah hər birisinin balasına toy qismət eləsin. Görək də indi növbəti həftədən Bərdəlilər neyniyəcək? Mən bir şey də vurğulayım. Bizim böyük sənətkarımız Rəhman Məmmədlinin ad günüdür. Böyük gitar ustası. Rəhman müəllimi də təbrik edirəm efir vasitəsilə. İsa müəllim sizə minnətdaram. Məni də bu layihəyə dəvət elədiniz. İnşallah. Buyur qardaş. Buyur, dinləyək səni, eşidək səni və iştirakçılarımız vaxtımız çox azdır deyə ona görə də bugün belə deyim də tez-tez biraz iştirakçılarımızı bura dəvət edirəm. İnşallah növbəti həftələrdə daha yaxından, daha ətraflı hər biri ilə tanış olacaqsınız bizim dəyərli tamaşaçılarımız. Buyur.
getirir də qardaş. Bərdə istedadlar diyarıdır həqiqətən də. Gözəl Bərdəmizə bir alqış gəlsin. Saqi, çox sağ ol, çox minnətdaram. Çox mükəmməl. Bu arada Allah qəni-qəni rəhmət eləsin. Mənim dəyərli qardaşım, dostum demirəm, Nofəl Süleymanova. Mənim heç vaxt yadımdan çıxmayan, mənim üçün dəstək olan, ümumiyyətlə biz qardaş olmuşuq da. Onun oğlu, Rəvan Nofəl oğlunu da bir dənə alqışlayaq. Rəvan da indi mənə telefon açıb, mənə də, İsa müəllimə də sənə dəstəkdilər, səni salamlayırlar. Deyir, o qədər istedadlı bir oğlandır, çox istəyirəm Saqini. Rəhman Cəbraylı üçün də bir alqış gəlsin. Hamısına təşəkkürümü bildirirəm, Rəvana da, Rəhmana da. Allah var eləsinlər. Hikmət Şükürova da bizim gözəl xanəndəmizə. Buyur, əyləş qardaş. Növbəti həftədən hörmətli, bax, sənin həmkarların, sənət dostların, sənə inanıram ki, dəstək olacaqlar. Demək, hörmətli